Yuxularıma girən spoonful desertinin nəhayət hazırladım. Hazırlanması çox asan, ərzaqlar isə çox münasib qiymətə başa gəlir. Bizə lazımdır 800 ml süd, 1 stəkan şəkər tozu, 2 ədəd yumurtanın yalnız sarısı, 2 yemək qaşığı un, 1 paçka vanil və 3 xörək qaşığı nişasta əlavə olunur. Burada nişastanı açıb evi necə dağıtdığımı göstərirəm. Sonda bişirdiyimiz qarışımı başqa bir qaba əlavə edib soymağını gözləyirik. Üzərini belə salafanla bağlasaz qaysaq bağlamayacaq. Qarışım soyduqdan sonra 1 paçka qaymaq əlavə edib mikserlə yavaş-yavaş qarışdırırıq. Alt təbəqə üçün belə bir keks istifadə etdim. Bunu da hazır marketdən ala bilərsiniz. Keksi əllərimizlə yaxşıca ovuşdurub qabın içərisinə presləyirik. İkinci təbəqə olaraq qıraqda hazırladığımız qarışımı üzərinə tökürük. Qaşıq vasitəsilə bunu da hamarladıqdan sonra üst təbəqəyə keçirik. Üst təbəqə üçün mən 2 paçka şokoladlı pletka şokolad istifadə etdim. 1 paçka qaymağı qızdırıb şokoladların üzərinə əlavə edirik. Qaymağın istisinə şokoladlar əriyib bir-birinə qarışacaq və desertimizin 3-cü və sonuncu qatı olaraq üzərinə əlavə edirik. Burada da ehtiyatla qarışdırmaq lazımdır ki, ikinci təbəqə ilə üçüncü təbəqə bir-birinə qarışmasın. Mən üzərini kakao ilə bəzədim. Siz istəsəz şokolad rəndələyib və yaxud da kakos tökə bilərsiniz. Təxminən bir 40 dəqiqə 1 saat soyuducuda soyutduqdan sonra nuş edə bilərsiniz. Çox dadlı olur. Kəşf etdə təriflənənlər qədər də var imiş. Spoonful-u hazırlayacaq olan hər kəs indidən nuş olsun.